Həzrət Ömər radiyallahu anh belə buyurmuşdu: Hesaba çəkilmədən əvvəl özünüzü hesaba çəkin. Məsələn, bir müsəlman hər gecə yaşadığı günün hesabını aparmalı və özünə bu sualları verməlidir. Bu səhər həyat dəftərini necə açdın? Sənə yeni gün bəxş edən Rəbbinə şükür etdinmi? Allah Taalanın səni tövbə etməyə dəvət etdiyi səhər vaxtında onunla həmdəm ola bildinmi? Həmin vaxt göydən yerə enən ilahi rəhmət və məğfirətdən nə qədər nəsibini aldın? Yoxsa həmin fürsət anlarını yataraq zayi etdin? Səhər vaxtının feyzini bütün gününə yaya bildinmi? Minarələrdən ucalan ilahi dəvətə qulaq asıb neçə namazını cəmaatla qıldın? Qazancının, yediyinin, içdiyinin və geyindiyinin halal, şübhəli yoxsa haram olduğuna diqqət etdinmi? Atdığın hər addımda qəlbən haramlardan uzaq durma hissini yaşadınmı?